Sorry. Məsələn, gəlin bir dənə ifadəyə baxaq. Məsələn, mən burada loyal companion ifadəsini öyrənmək üçün yollar vermişəm. Birincisi, mütləq definition'unu öyrənin. Əgər yəni biraz danlamanız varsa, əladır. Əgər yox, bilmirsinizsə, translation'dan istifadə edə bilərsiniz. Amma qısa dildə özünüz üçün çalışın, definition çıxarın. Məsələn, a faithful friend who always stands by your side. Sadiq dost, hansı ki, həmişə sənin tərəfindən durur. Baxın, mən əvvəlcə definition'unu verərək öyrəndim. Sonra pronunciation'a baxıram. Loyal companion. Baxıram, sonra özüm deyirəm, səs kaydını alıram. Bunu deməli, əvvəlcə baxdım, definition dedim, sonra pronunciation'ı. Sonra sample'lara baxırıq. Friends are loyal companions you can trust. Deməli, burada başa düşdüm ki, həqiqətən də sənin tərəfində duran həmişə sadiq dost kimdir. Sonra məsələn, bir dənə də baxıram. Dogs are loyal companions and love to play. Burada da bir image-lə mən sizə yəni buna aiddir deyə paylaşmışam. Və mən bunu sonra araşdırıram ki, gündəlik speakingdə harda istifadə olunur. Bir videoda loyal companions işlənən bir videoya baxıram. Məsələn, gəlin mən sizə bir dənə epizod göstərim, aydın olsun. İndi mən epizodu göstərim. Baxın, məsələn, bu epizod. And I love both of those things, Kevin said, Dəqiqə biraz as you can trust. Dogs are loyal companions and love to play. And I love both of those things, Kevin said. Yəni, baxın, burada da mən bir dənə epizodda baxdım. Həqiqətən də Daily English'də necə işləndiyini gördüm və tamamilə loyal companion sözünün mənasını beynimə hər cür hopdurdum. Yəni, bu üsullardan istifadə etməklə bir expression'ı və yaxud da bir word'ü tamamilə saxlaya bilərik yaddaşımızda.